bu ayda insanlar həccə üz tuturlar, Allahı ziyarətə gedirlər. Orada qurban kəsirlər. O qurbanı Allah Teala bizlərə ona görə vacib buyurub ki, insan o demək deyil ki, o sənin bədəninin kəffarəsidir. O insan qəlbinin, nəfsinin kəffarəsidir. İnsan gərək birinci öz nəfsini qurban eləyə. Allah üçün, Allah yolunda, Allaha yaxınlaşmaq üçün nəfsini gərək birinci qurban eləyə. Zilhiccə ayı o qədər gözəl, o qədər çox qəribə bir aydır, qardaşlarım. Bu ayda, baxın, Musa əleyhissalam Allah ilə danışdığı aydır, Tur dağında. Bir, sonra İbrahim əleyhissalamın öz oğlunu qurbancaha apardığı aydır. Bu da belə. Həzrəti Peyğəmbərimizin Həzrəti Əli əleyhissalamın əlindən tutub Qədir Xuma apardığı aydır. Sonra hacıların ehram geyib, ehram bağlayıb Kəbəyə üz tutduqları aydır. Xanım Fatimə-i Zəhra salamullah aleyhanın Həzrəti Peyğəmbərimizin evindən, ata evindən Həzrəti Əli əleyhissalamın evinə xanım gedən ayıdır, izdivac eləyən ayıdır. Bir məsələ də var ki, İmam Hüseyn əleyhissalamın, baxın bu ayda İmam Hüseyn əleyhissalamın Kəbədən, Allahın evindən, Məkkədən Kərbəlaya getdiyi aydır. Baxın, o necə qurbanlar verdi Allah yolunda. O quzu, qoyun, keçi kəsmədi. O özünü qurban elədi. Övladlarını qurban elədi. Kim üçün elədi? Kim üçün? Xilafət üçünmü? Vəzifə üçünmü? İndi bəziləri elə düşünür. Güya. Amma imamların həyatında, peyğəmbərlərin həyatında hansının vəzifə düşkünü olur ki, bunlar Allah üçün yola çıxmamışlarmı? Allah yolunda, Allahın dini ayaqda qalsın deyə, Allahın dininə fasik bir insan başçılıq etməsin deyə bütün canlarını Allah yolunda fəda elədi. O qürbət o idi, o qurban o idi, o yaxınlıq o idi, o təqva o idi ki, Allaha yaxınlığını öz canları ilə Allaha təslim elədilər ki, qoy bu dinin yolunda bədənim pare-pare olsun, amma babamın dini ayaqda qalsın deyə.